Salamlar, vaxtınız xeyir olsun. Biz 15 fevral tarixində OTK-nın 10 sifrlər üçün keçirdiyi coğrafiyanın sualların izahına baxacağıq. Gəlin vaxt itirmədən sualların izahlarına başlayaq. 31-ci sualda deyir ki, Lirven diaqramına əsasən uyğunluğu müəyyən edin. Cənubi Avropa və Şimali Afrikanın oxşar və fərqli xüsusiyyətlərini qeyd etməyimizi istəyir. Araq dəniz iqlim tipinə malikdir. Bu hər iki sahədə olacaq. 3-ə gedəcək A. Gedəcək A. Sonra yarımada və adalar üstünlük şəklidir. Bu Cənubi Avropaya aid olacaq. 1-ə getdi B. Daha sonra səhra və yarım səhralar geniş yayılıb. Bu Şimal Afrikaya aid olacaq. Bilir ki, Afrikanın şimalı səhralar geniş sahə tutur. 2-yə C. İnkişaf səviyyəsi daha yüksək olan ölkələr yerləşir. Bu Cənubi Avropaya aid olacaq. Cənubi Avropada inkişaf səviyyəsi yüksək olan ölkələr Yunanistan, İtaliya, Fransa, İspaniya kimi ölkələr inkişaf etmiş ölkələr qrupuna daxildir. Ona görə 1-ə D gedəcək. Yer kürəsinin mütləq maksimum temperaturu müşahidə olunub. Bu Liviyanın paytaxtı Tripoli şəhərində qeydə alınmışdır. Bu gedəcək hara? Şimal Afrikaya. 1-ə getdi B, D, 2-ə getdi C-yə, 3-ə getdi A. Bu düzgün cavabımız olacaq burada D bəndi. 32-ci suala baxaq. Sxemə əsasən hərəkət edən hava kütləsinin hansı məntəqələrə daha az yağıntı vermə ehtimalı olduğunu müəyyən edin. Az yağıntı deyirsə, burada enin hava olacaq. Enin hava 1-2 yağıntı vermir. Qalxan hava isə əksinə yağıntı verir. Ona görə burada 4 və 5 enin havaya uyğun gələcək. Ona görə düzgün cavabımız burada olacaq D bəndi. Digərləri 1, 2, 3 isə yüksək havaya uyğun gələcək. Yağıntı vermə ehtimalı daha yüksək olacaq. Daha sonra 33-cü tapışa baxaq. Düzgün ardıcılığın verdiyi sıranı müəyyən edin. Dağlar verib, geoloji yaş verib və göl siqnalının inkişaf mərhələsi verib. Birinci Karpat, Cavan 3-cü mərhələ, bəli bu doğrudur. Birinci doğrudur. Sonra Ural dağları qədim 2-ci mərhələ. 2-ci mərhələ yox, 4-cü mərhələ olacaq. 12 səhvdir. Ant dağları Cavan 4-cü mərhələ. Xeyr, 4-cü mərhələ 3-cü mərhələ aid olmalıdır. Ona görə 3-də səhvdir. Qafqaz Cavan 3-cü mərhələ, bəli bu doğrudur. Himalay qədim 2-ci mərhələ, Himalay qədim deyil, Cavan dağdır, ona görə 5 səhvdir. Alp Cavan 3-cü mərhələ, bəli bu 6 doğrudur. Düzgün cavabımız oldu 1, 4, 6 C bəndi. Sonra bizdən 34-də baxaq. Verilmiş iqlim diaqramına uyğun gələn xüsusiyyətləri müəyyən edin. Gəl iqlim diaqramını təhlil edək. Burada bizə aylar verib yanvar, mart, may, iyun, sentyabr, noyabr. Yağıntılar da görürük ki, ilin isti dövrlərində düşür, yay aylarında düşür və temperatur -10 dərəcəyə qədər düşə bilir. Əsasən mülayim kontinentala xas bir diaqramdır. İndi isə gəlin diaqramı təhlil etdikdən sonra şərtlərə baxaq, görək hansılar uyğun gəlir. Cənubi yarımkürəsi xarakterikdir. Xeyr, cənubi yarımkürəsi xarakterik deyil. Fikir verirsə, qış aylarında temperatur -10 dərəcəyə qədər düşür. Biz bilirik ki, cənubi yarımkürəsində qış ayları həmin o dövrün yayı hesab olunur. Yəni o dövr isti keçir. Yəni bizdə qış soyuqdursa, onlarda qış ayları, yəni yay ayları hesab olunur. Ona görə bir səhvdir. Sonra Şərqi Avropa düzənlikçi xarakterikdir. Bəli, bu doğrudur. 2-ni götürə bilərik. Bu ərazidə şəkər qamışı əkilir. Xeyr, şəkər qamışı uyğun deyil. Şəkər qamışı tropiklərə uyğundur. Ona görə 3 ola bilməz. Ərazilərdə şəkər çoxunur və kətan becərilir. Bəli, bu mülayim ərazilərdə becərilən bitkilərdir. Ona görə 4-ü götürə bilərik. Yağıntılar əsas ilin soyuq dövründə düşür. Biz görürük ki, yağıntılar əsasən ilin isti dövrlərində düşür. Ona görə 5 də səhvdir. Və yayı mülayim, qışı isə soyuqdur. Bəli, 6 doğrudur. Düzgün cavabımız oldu 2, 4, 6. 2, 4, 6 D bəndi. Sonra Amerika qitəsinin sahillərini yuyan soyuq okean cərəyanlarını müəyyən edin. Burada bir nüansı qeyd etmək istəyirəm sizin üçün. Artıq yeni dərslikdə Amerika qitəsi anlayışı yoxdur. Amerika qitəsi iki qitəyə bölündü.
Bunlar Şimali Amerika və Cənubi Amerika. Lakin indiki 10-cu siniflər köhnə kitablarla hazırlaşdığı üçün qəbul Amerika qitəsi şəklində düşəcək. Lakin gələcək illərdə Amerika qitəsi termini kitablardan ləğv olacaq. Yerinə Şimali Amerika və Cənubi Amerika terminləri əlavə olunacaq. İndi isə gəl 35-ci suala baxaq. Deyir ki, Amerika qitəsinin sahillərini yuyan soyuq okean cəryanlarını müəyyən edin. Kanar cəryanı bilirik ki, Afrikanın sahillərini ona görə bir olmaz. Sonra Kaliforniya cəryanı bəli götürə bilərik. Daha sonra Falkland cəryanı götürə bilərik. Falkland cəryanı Cənubi Amerika sahillərini ona görə götürə bilərik. Sonra bir də Peru cəryanı da Cənubi Amerika sahillərini götürə bilərik. Düzgün cavabımız olacaq 2, 3, 4. B bəndi, Musson cəryanı və Somali cəryanı Amerika sahillərini yumur. Düzgün cavabımız olacaq D bəndi. Daha sonra 36-cı tapşırığa baxaq. Burada ağ yataq, çıraq, paraqaçayı və zəlik yataqları verilir. Biz zəlikdən elə cavabı tapa bilərik. Zəlik yatağımız bilirik ki, aynut yatağıdır. Görürük ki, elə zəlik, xromit yatağı, zəlik yatağı zəlik yatağında aynut hasil olunur. Ona görə xromit olmayacaq, dəmir olmayacaq, neft olmayacaq, daş kömür olmayacaq. Ümumiyyətlə Azərbaycanda daş kömür çıxarılmır. Ona görə düzgün cavab Y bəndi olacaq. Ağ yataq, civə, çıraq, neft, molibden, paraqaçay, zəlik aynut olacaq. Elə zəlikdən götürüb cavabı tapmaq mümkündür. Daha sonra 7-yə baxaq. Havanın nisbi rütubətliyinin artmasına səbəb ola biləcək amilləri müəyyən edin. Havanın qalxan hərəkəti, bəli, qalxan hava temperaturu, qalxan hava yağıntı vermə ehtimalı daha çoxdur, ona görə 1 götürə bilərik. Həmçinin yağıntı verməsi üçün temperatur aşağı olmalıdır, yəni yüksək temperaturda yağıntı düşmə ehtimalı azdır. Ona görə 1-i götürəcəyik. Sonra N hava hərəkəti, N hava yağıntı vermir, ona görə 2 götürə bilmərik. Sonra günəşin düşmə bucağının artması, günəşin düşmə bucağı temperatur artmasına səbəb olur. Biz dedik ki, yağıntı artması üçün temperatur aşağı olmalıdır, ona görə 3-ü götürə bilmərik. Sonra əraziyə silikonların daxil olması, bəli, bu olar. Silikonlar bilir ki, yağıntı verir. 1, 4. Havanın temperaturunun azalması, bəli, havanın temperaturunun azalması yağıntı verir, ona görə 5-də götürə bilərik. Ərazidə suxurların yaşı əlaqəsizdir, 6-ı götürmərik. Düzgün cavab olacaq 1, 4, 5 A bəndi. Sonra biz 38-ə baxaq, uyğunluq testi verib burada. Baş Qafqazda Salavat, Talışda Zuvant, Muravda olacaq, Ömər Aşımı olacaq. Y bəndi Zond Şərqi Göyçədədə, Ağsu Ləngəbizdədir, Piçənək isə Zəngəzurda olmalıdır. 39-a baxaq. 39-da xəritə sxemdə rəqəmlərlə göstərilmiş sözlərin müvafiq ardıcıllığını müəyyən edin. Birinci olacaq Biskay körfəzi, ikinci olacaq Tirren, dördüncü olacaq bizdə Mərmərə dənizi, üçüncü olacaq İran dənizi, İran körfəzi daha doğrusu. Gəlin baxaq, birinci olacaq Biskay körfəzi, ona görə Botnik A bəndi gedir, Aral C bəndi gedir. Daha sonra ikinci Tirren olacaq, ikincidə Tirren dənizi B-də düzdür. Sonra baxaq, Adriatik olmayacaq deyə ona görə gedir. Və Baltikdə olmayacaq. Düzgün cavabımız olacaq B bəndi. 1-ə getdi Biskay, 2-ə getdi Tirren, 3-ə getdi İran körfəzi, 4-ə getdi Mərmərə dənizi. Düzgün cavabımız oldu 39-da B bəndi. Sonra 40-a baxaq. A nöqtəsinin atmosfer təzyiqi 715 millicivəstondur. B məntəqəsində isə 765 millicivəstondur. Sxemdə kəsmə yüksəkliyi müəyyən edin. Sxemdə çökəklik təsvir olunub. Və gəlin biz təzyiqlər arasında fərqi tapaq. Yəni 760-dan çıxaram mən 715-i. Eləyəcək bu 45 dərəcə təzyiq, 45 təzyiq fərq eləyəcək. Və biz bilirik ki, hər 10 metrdə bir təzyiq düşür. Ona görə də 45-i biz ona vuraraq eləyər 450.
450. Daha sonra isə horizontal arasındakı sayı baxarıq. Baxaq 1, 2, 3. 3-dən sayı var. 450-ni 3-ə bölərəm. Eləyər 150. Kəsmə 150 tapdıq ki, 150-dir. Sonra 41-ə baxaq. 41-də deyir ki, 2,5 ton dəniz suyundan alınan duzun miqdarı 95 kiloqram olarsa, suyun duzluğu neçə promildir? Biz tapmaq üçün tonu litrə çeviririk, yəni 2500 litr. Eyni qaydada da 95 kiloqramı qrama çevirərik, yəni 95.000 qram olar. Və bizdən 1 litr suda istədiyinə görə 1 litr dedik su olar. X bərabərdir 95.000-i bölərəm 2500-ə. O da bizdə eləyər 38. Düzgün cavabımız olacaq B bəndi. Daha sonra 42-ci tapşırığa baxaq. Tektonik zonlara uyğun gələnləri müəyyən edin. Baxın, 1-də Böyük Qafqaz qalxması, 2-də Kür dağarası çökəkliyi, 3-də isə Kiçik Qafqaz qalxması verilmişdir. Gəl uyğunlaşdıraq. Seçmə parçalama daha çox məruz qalmışdır. Bu Böyük Qafqaz qalxmasına aid olacaq, 1-ə A gedəcək. Daha sonra ən qədim suxurlar rast gəlinir. Bu Kiçik Qafqaz qalxmasına aid olacaq. Əsrikçay və Zəncay. 3-ə getdi B. Daha sonra tektonik çökmə zonası yerləşir. Bu Kür dağarası çökəkliyinə aid olacaq. 2-yə C gedəcək. Daha sonra filiz faydalı qazıntılarla zəngindir. Bu olacaq Kiçik Qafqaza aid olacaq. Və filizçay və karstan mineral yataqları mövcuddur. Bu Böyük Qafqaza aid olacaq. 1-ə də olacaq Y. 1-ə aid oldu A-yı, 2-yə C, 3-ə B-dir. Düzgün cavabımız D bəndi. Sonra sahilləri 3 okean dəniz suyu ilə yuyulan materikləri müəyyən edin. Cənubi Amerika və Afrika 2 okean sularla yuyulur, ona görə A gedəcək. Avstraliya və Cənubi Amerika 2 okean sularla yuyulur. Antarktida və Şimali Amerika 3 okean sularla yuyulur. Düzgün cavabımız burada C bəndi olacaq. Avrasiya 4 okean sularla yuyulur. Bizdən 3 okean sularla yuyulduğunu soruşduğu üçün Avrasiyanı götürməyəcəyik. Ona görə D bəndi səhvdir. Şimali Amerika 3 okean sularla yuyulur, amma Avstraliya 2 okean sularla yuyulduğu üçün Y bəndi səhvdir. Düzgün cavabımız olacaq C bəndi. Azərbaycanda külək ərazisinin ən çox yayıldığı ərazi və həmin ərazinin yerli küləkləri. Bu düzgün cavab burada A bəndi olacaq. Abşeron, Qobustan, Xəzər və Gilavar küləkləri təsiri burada böyükdür. Ona görə düzgün cavab burada A olacaq. Gəlin başqa suala baxaq. 45-ə baxaq. Burada Acınoxorda da küləklərin təsiri çox olsa da, burada Gilavar küləyi yaranmır. Ona görə Y bəndi səhvdir. Digərləri isə dağlarda külək ərazisi çox deyil. Daha sonra 45-ə baxaq. Ekvator üzərində aralarında vaxt fərqi 24 dəqiqə olan iki məntəqə arasında xəritədə 3,4 santimetrlikdir məsafə ayırıb bu xəritənin miqyasını tapın. Yəni iki məntəqə arasında 24 dəqiqə vaxt var və məntəqələr arasındakı məsafə xəritədə 3,3 santimetrdir. Bu xəritənin miqyasını tapmağımızı istəyir. Biz gəlin dəqiqəni dərəcəyə çeviririk. 24-ü bölərəm mən 4-ə, eləyər bu 6 dərəcə. 6-nı vuraram 111-ə, yəni ekvator 111-ə vuraram. Bu da eləyər bizdə 6666 kilometr. Daha sonra həmin ədədi bölərəm 33,3-ə bölərəm. Gəlin bölək. Cavab eləyəcək 20 və 20-nin arxasında 5-dən 0 düzgün cavabımız olacaq C bəndi.
Daha sonra 46'ya baxaq. Orta duzluqda üst olan sövzələrini müəyyən edin. A-da Baltik dənizi duzluğu yüksəkdir. Ona görə A bəndi səhvdir. Sonra Şimal dənizi, Aral dənizi. Yəni duzluq əsasən tropiklərdə daha çox olur. Ona görə Şimal dənizi burada pozar. B bəndi səhvdir. Xəzər dənizi burada bu sıranı pozur. Daha sonra Qara dənizin duzluğu azdır. Ona görə D bəndi də səhvdir. Düzgün bu orada olacaq Karib, Ölü dəniz və Qırmızı dəniz. Yəni düzgün cavabımız olacaq Y bəndi. Karib dənizi niyə götürdük? Karib dənizi də tropiklərdə yerləşdiyi üçün yeni götürməliyik. Daha sonra seismik cəhətdən daha fəal düzənlikləri müəyyən edin. Amazon platformada yerləşir, bir səhvdir. Sonra böyük Çin düzənliyi platformada yerləşir, ona görə 2 də səhvdir. Kiraz ovalı sinknalda yerləşir, 3 düzdür. Sonra Meksika ailəsi sinknalda yerləşir, 4 düzdür. 3-4 hələ götürmüşük. Qərbi Sibir ovalığı platformada yerləşir, 5 götürə bilmərik. İran ailəsi isə sinknalda yerləşir, 6-nı götürürük. Düzgün cavab olacaq 3-4-6 A bəndi. Sonra 48'e baxaq. Buxarlanma qabiliyyəti ilə buxarlanma arasında kəskin fərqin olduğu ərazini müəyyən edin. Bu Abşeron yarımadasında olacaq 1, Kiraz ovalında olacaq 7-ni götürəcək. Bir də Qarayazı düzündə olacaq. Bu Qarayazı düzündə olacaq 1, 2, 7 C bəndi. Digər ərazilərdə Lənkəran olmayacaq. Həmçinin dağlarda olmayacaq. 5 səhvdir. Həmçinin də bu hissədə də olmayacaq. Yəni Samirdə və Çoğalanda olmayacaq. Ona görə də düzgün cavabımız olacaq 1, 2, 7 C bəndi. Sıra baxaq, suallara baxaq. Biraz PDF sərgəsiz yığılıb. 49-cu sual yuxarıda olmalıdır. 49 yuxarıdadır. 49'da deyir ki 20 dərəcədə bir kub havada rütubətliyi 30%'dir. Havanın nisbi rütubətliyi 2 dəfə artırdıqdan sonra havanın mütləq rütubətini müəyyən edin. Nəzərə alın ki 20 dərəcəlik bir kub metr havada doyması üçün 17 qram su buxar lazımdır. Yəni gəlin tənasib quraq. 17 qram 100%'dirsə 17 qram 100%'dirsə 30% x olacaq. Buradan x bərabərdir. 17'nin 30%'ni tapanda 17 vurulsun 30 bölünsün 100 edəcək burada 5,1 cavab edəcək 5,1 hələ ki buranı təmizləyək. 5,1 yəni tapdıq ki 30 rütubəti 30% olan 20 dərəcəlikdə 5,1 su buxarı var və bizdən deyir ki rütubəti 2,5 dəfə artırdıqda su buxarı nə qədər olar? 2,5 dəfə artırdıqda elə 5,1 2,5'ə vurarıq. Eləyər neçə? 5,1 vurulsun 2,5 eləcə 13,75 A bəndi. 49 oldu A bəndi. Xəritə sıxında muson küləklərin təsir göstərdiyi əraziləri müəyyən edin. Belə ki, cənub yarımkürəsində muson küləkləri yoxdur. 8 və 5 çıxacaq variantlardan. Çıxdığımız zaman B, Y, D çıxır. Həmçinin muson küləkləri bilir ki, Asiyanın şərqində və cənubunda təsir göstərir 4 və 7 və həmçinin də Şimal Amerikan Florida yarımadası ətrafında da muson küləkləri təsiri altındadır. Düzgün cavab olacaq 1, 4, 7 C bəndi. Deyir, muson küləyi hardadır? Asiyanın şərqi və cənubunu əhatə eləyir. Bir də Şimal Amerikada Meksika körfəzi sahillərin muson küləkləri təsir altındadır. Düzgün cavab olacaq 1, 4, 7 C bəndi. Cənub yarımkürəsində muson küləkləri formalaşmır.
Xəritənin sxemdəki rəqəmlərə əsasən vulkanik süxurların yayıldığı ərazi müəyyən edin. Vulkanik süxurlar bilir ki, Azərbaycanda Kiçik Qafqaz qalxmasında yerləşir. Ona görə Kiçik Qafqaza aid olan ərazilər götürəcəyik. 2, 5 və 1-i götürəcəyik. Düzgün cavab olacaq. 1, 2, 5 yer bəndi Talaş dağlarda Kiçik Qafqaz qalxmasına aiddir. Bunu yadda saxlayın. Sonra Qarabağ vulkanik yaylasının ən hündür zirvəsini müəyyən edin. Qarabağ vulkanik yaylasının ən hündür zirvəsi Dəli dağıdır. Hündürlüyü 3616 metrdir. Bazardüzü Böyük Qafqaza aiddir. Camışdağ Murava aiddir. Qapçı Zəngəzura aiddir. Kümrükük Talaş dağlarına aiddir. Ona görə də digər variantlar uyğun gəlmir. Dəli dağ Qarabağ vulkanik yaylasının ən hündür zirvəsidir. Daha sonra lütfə baxaq. Çay və göl şəbəkəsinin sıx olduğu rütubət əmsalını göstərin. Biz bilirik ki, ərazidə çay və göl şəbəkəsinin sıx olması üçün yağıntı buxarlamadan yüksək olmalıdır və yağıntı həmişə sürətdə yazılır. Buxarlanma isə harda yazılır? Məxrəcdə yazılır. Yəni sürəti böyük olanları biz götürəcəyik. Gəlin indi baxaq. Biz görürük ki, birincidə sürətdə 5, məxrəcdə 600 verib, ona görə bir də çay şəbəkəsi sıx ola bilməz. Sonra 3-də də ola bilməz. Yəni 200 sürətdə, məxrəcdə 1100, ona görə 3-də düzgün deyil. 5-ə baxaq. 5-də sürətdə 600, məxrəcdə 450, 5-i götürə bilərik. Həmçinin 2-də 1100 yağıntı, 800 buxarlanma, 2-ni də götürə bilərik. Yəni burada yağıntı buxarlamadan yüksəkdir. Sonra baxaq. 4 də götürə bilərik. 1500, 1200. Düzgün cavab olacaq. 1, 4, 2, daha doğrusu 2, 4, 5. Yəni sıx olduğunu biz hardan bildik? Yağıntı buxarlamadan çox olmalıdır. Yağıntı harda yazılır? Sürətdə yazılır. Buxarlanma isə məxrəcdə yazılır. Düzgün cavab oldu burada. 2, 4, 5. Sonra 54-ə baxaq. Azərbaycanda art endosyon daha çox xarakterik olduğu əraziləri müəyyən edin. Art endosyon ərazilər biz bilirik ki, alçaq yarım səhra və alçaq dalğa ərazilərdə geniş yayılmışdır. Ona görə Qobustan alçaq dalğını götürəcəyik, 1-i götürəcəyik. Noğan düzündə, Lənkəran düzündə olmaz. Ceyrançol alçaq dağlığı olar. Naxçıvan alçaq və orta dağlığı bəli bu olar. Düzgün cavabımız olacaq 1, 4, 5. Samur və Çololanda isə art endosyon xarakterik deyil. Həmçinin siz buradan dendasiyadan da götürə bilərsiniz. Dendasiya əsasən yayla və yüksəkliklərdə özünü göstərir. Sonra 5-ə baxaq. Səthin albedosu daha yüksək olduğu adalar seçin. Yəni səthində buz örtüyü daha çox olsun. Bunlar şimal adalar olacaq. Elsmiş, Şisbergen və Bafin torpaq olacaq. Düzgün cavab olacaq 1, 3, 5. Bunlar da albedo yüksəkdir. 55-nə cavab oldu 1, 3, 5. Sonra baxaq, davam eləyək. PDF biraz düzgün yığılmadığı üçün, biraz səliqəsiz olduğu üçün biz biraz çətin olur baxmaq. 56-ya baxaq. Dağın ətəyi ilə zirvəsi arasında temperatur 15 dərəcə temperatur fərqi varsa, nisbi hündürlüyü müəyyən edin. Dağın ətəyi ilə zirvəsi arasında 15 dərəcə temperatur fərqi var və nisbi hündürlüyü müəyyən etməyimizi istəyir. Biz bilirik ki, hər 1000 metrdə 6 dərəcə temperatur düşür. 15 dərəcədə isə x olacaq. Yəni tənasübümüzü qurduq. Biz buradan 1000-i 15-ə vurarıq. 1000-i 15-ə vurarıq, 6-ya bölərik. Edəcək 2500. Düzgün cavabımız olacaq 2500. İndi gəlin buradan cavabı yazaq. 56 oldu, 2500. 2500 metr. Sonra 57-yə baxaq. 57-də uyğunluğu müəyyən edin. 1-də Atlantik okean, 2-də Hind okeanı, 3-də Şimal Buzlu okean. Gəlin baxaq. Karib dənizi Atlantik okeana aid olacaq 1-ə A. Sonra Andaman dənizi aid olacaq Hind okeanına 2-ə B.
Sonra Qırmızı dənizə aid olacaq Hind okeanına 2-yə C. Sonra Aralıq dənizə aid olacaq Atlantik okeanı 1-ə D. Parfot dənizi isə Şimal Buzlu okeana aid olacaq 3-ə Y olacaq. 1 oldu AD, 2 oldu BC, 3 oldu Y. Daha sonra sitasiyalara baxaq, sitasiya suallarına baxaq. Gəlin oxuyaq. Dünyanın ən soyuq materiki ətrafında dövrə vuran A okean cəryanının eyni adlı daimi küləklər təsiri ilə yaranır. Bu cəryan enlik istiqamətdə hərəkət edərək okeanlar arasında su mübadiləsi yaranmasında mühüm rol oynayır. Söhbət qərb küləklərindən gedir və soyuq materik deyirsə, bu Antarktida materiki olacaq. Biz bildik ki, cəryanımızın adı oldu qərb küləkləri və materikimizin adı oldu Antarktida materiki. İndi isə gəlin tapşırıqları yerinə yetirək. Sözü gedən A cəryanının adını həmin cəryanın temperaturunun şəraitinə görə növünü qeyd eləyin. Cəryanın adı olacaq, dedik ki, birinciyə yazacaq qərb küləkləri, ikinciyə yazacaq soyuq cəryan. Yəni qərb küləkləri soyuq cəryandır. Sonra 59-a baxaq. Sözü gedən A okeanı cəryan hansı materiklərin cənub hissələrinə təsir göstərir? Bunlar təbii ki, Cənubi Amerika, Afrika və Avstraliya təsir göstərir. Yəni qərb küləkləri bu materiklərin cənub hissələrinə və digər hissələrinə də təsir göstərir. Oldu Cənubi Amerika, Afrika və Avstraliya 59-un cavabı. 60-a baxaq. Sözü gedən A okeanın cəryanı hansı okeanlar arasında su mübadiləsi yaradır? Atlantik okean, Hind okeanı və Sakit okean arasında su mübadiləsi yaradır. Düzgün cavabımız oldu 60-da Atlantik, Hind və Sakit okean. İzahımız bu qədər. Bir növbəti təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşəndə hələlik.